Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Mən tarix müəllimi Gülnarə. Bugün 2023-cü ilə aid bir qəbul sualının izahına baxacağıq. Sual 14 qeyd edir. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ana xaqanlıq və ata xaqanlıq ibtidai icma quruluşuna aid sualdır. İlk öncə müəyyənləşdirməliyik ki, ana xaqanlıq hansı dövrdə yaranmış, hansı dövrə qədər davam etmiş, ata xaqanlıq hansı dövrdə yaranmış, hansı dövrədək davam etmişdir. Ana xaqanlıq üst paleolit dövründə yaranıb, erkən tunca qədər davam etmiş. Ata xaqanlıq isə erkən tuncdan yaranmış, ta ki deyə bilərik ki, bugünə qədər davam etmişdir. Üzümçülük və şərabçılığın mövcud olması. Üzümçülük və şərabçılığın mövcud olması Orta Tunc dövründən başlanmışdır. Orta Tunc dövründən başlanmışdır. Orta Tunc dövrü deyirsə biz bunu ata xaqanlığa yaza bilərik. Çünki Tunc dövründə ata xaqanlıqdan söhbət gedə bilər, ana xaqanlıqdan söhbət gedə bilməz. Metaldan istifadə olunması enolit dövründən başlayaraq bu gün də metaldan istifadə olunur. Enolit dövrü ana xaqanlıqdır. Deməli, metaldan istifadə olunması ana xaqanlıqda başlayıb. Ancaq bu günə qədər metaldan istifadə olunmağın biliriksə, deməli ata xaqanlıqda da metaldan istifadə var. Biz bunu tuncdan istifadə zamanında görürük. Ona görə B-ni biz orta kanaya, yəni 3-ə yaza bilərik ancaq. İnsanların əkinçiliklə məşğul olmaları mezolit dövründən başlamışdır. Ta bu günə qədər əkinçiliklə məşğul olurlar. Deməli, ana xaqanlıq dövründə əkinçiliklə məşğul olmalarına başlamış, ata xaqanlıqda davam etmişdir. Deməli, hər ikisinə aiddir. Ona görə biz C-ni aparıb 3-ə yazmalıyıq. İbtidai maldarlığın yaranması. Yaranmasına fikir verməliyik. İbtidai maldarlıq mezolit dövründə yaranmışdır. Baxın, demir ibtidai maldarlığın mövcud olması və yaxud ibtidai maldarlıqdan istifadə olunması, yaranması deyir. Yaranması mezolitdir. Mezolitdə isə ana xaqanlıqdan bəhs eləyə bilərik. Ona görə aparıb bunu yazıram ana xaqanlığa. Daş əmək alətlərdən istifadə edilməyə başlanılması deyir. Başlanılması ifadəsini işlədirsə, bunu ancaq biz alt paleolit dövründən götürə bilərik ki, alt paleolit dövründə isə nə ana xaqanlıq, nə də ata xaqanlıq mövcud deyildir. Ona görə Y variantı heç bir varianta, yəni heç bir yerə uyğun olmayacaq. İndi isə variantımızı müəyyənləşdirək. Y variantın dedik ki, heç bir variantı uyğun olmayacaq. Ona görə də variant sayını azaltmaq məqsədi ilə ilk növbədə Y variantını çıxıram. A-nı çıxdım, D-ni çıxdım, C-ni çıxdım. Qaldı mənim 2 variantım, B və Y variantı. İndi baxıram. 1-ə D-ni yazmışdım, 2-yə A-nı yazmışdım, 3-ə isə B və C-ni yazmışdım. Cavabımız olur B variantı. Y variantı da yanlış variant.